Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş Yaradan sənədli filminin təqdimat mərasimi keçirildi. Zəka Quliyevin rejissorluğu və Ayaz Mirzəyevin ssenari müəllifliyi ilə ərsəyə gələn ekran işində dağıntıdan şəhər, xatirədən gələcək yaradan xalqın hekayəsindən danışılır. Belə fotoqraf deyil. Əslində mən düzdür, həmişə jurnalist kimi işləyirəm, amma ürəkdə mən bir incəsənət adamıyım. Filmdə işğaldan azad olunmuş ərazilərdə görülmüş quruculuq işləri, dirçəliş, o cümlədən də böyük qayıdış, insan taleləri formatında, insan talelərinin necə deyərlər, tərənnümü ilə izləyiciyə, tamaşaçıya çatdırılır. Demək olar ki, bütün regionlarımızda çəkiliş olub. Deməli, işğaldan azad olmuş ərazilərdəki regionlarımızdan gedir söhbət və yaradıcı insanlardan müsahibələrə üstünlük vermişik. Yaradan sənədli film janrında çəkilsə də, rejissor filmin bədii həllinə nail olub. Filmdə bir memar, bir rəssam və doğma yurduna köçmüş bir ailənin demək istədiklərini dünyaya çatdıran bir fotoqraf var. Eyni yerdə vardı. Amma bunun arxasında çox belə başqa bir dərin hadisə vardı. Bu kişi idi, Piraqor adında. Birinci müharibədə mən gözümdən gəldim, gördüm. Nə qədər Azərbaycanlılara, Xocalıdan başqa bütün o milyona yaxın Azərbaycanlıları evlərindən bunlar nə cür çıxartmışdılar, minlərlə adamları nə cür öldürmüşdülər. Amma dünyaya baxanda dünya mediası başqa cür göstərirdi bunu. Və bu mənə şəxsən özümə də çox belə çətin gəlirdi ki, mən bu mövzunun şahidiyəm, amma dünya belə. 1 yaşında, 2 yaşında. Böyük qayıdışa həsr olunan sənədli film həm də bir xalqın tarixini və qürurunu dünyaya çatdırır. Şəhidlik zirvəsi o vaxt biz də döyüşdə olduq, bizə qismət olmadı, amma gəldi mənim evladıma qismət oldu. Mənim deyərəm ki, aparatım bir köpü kimidir insanların arasında və xas o millətlərin ki, səsləri dünyaya çatmır. Ya səslərini bağlayırlar, qoymurlar çatsın və illərlə də mən bu işi görürəm. Dünyaya baxanda indi belə incəsənət var, rəssamlıqdır, sinemadır, musiqidir. Bir dana bunların içində bir incəsənətdir ki, dünya insanları baxanda eyni onlara əsər qoyur, o da fotoqrafdır. Və indi demək olar ki, fotoqraf olub dünyanın birinci dili olubdur. Ondan hamı ilə danışmaq olur. Yaradan filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini də göstərir. Mən Ağdamda oldum ki, bu insanları ki, Xocalıdan bunlar çıxa bilmişdilər, qaçmışdılar, özlərini çatdırmışlar ora. Hər gün bunların hekayəsini oturur. Məmməd Məmmədli, Röyal Əsədov, Sevgi Əlizadə, Xavər Zahirova, Mədəniyyət xəbərləri. Və Allahverdi Baqirov ki, onları bütün orada ən böyük komandan oydu da, Allahverdi Baqirov.